Allah'ın əmriyle Peygamber edib həccül vida. Yol gələrkən Cəbreildən gəlmiş idi bir səda. Söylə qorxma, ya risalət tam deyil ey ənbiya. Qədr-xunda canişin seçdi Əlini Mustafa. Sonra çatdı ol Habibullah'a təqdiri Xuda. Kim dəfində, kim xilafət üçün gedib etmirdi, aşinalar neynədi? Hərbü bəlam meydaninem, Məvla gəlib ya Hüseyin. Gözlərdə yaş, qəmli anam, Zəhra gəlib ya Hüseyin. Göydə mələklər hətta yaz, saxlar sənə ya Hüseyin. Zeynəb bacın qardaş deyib ağlar sənə ya Hüseyin. Hüseyin deyib ağlamayım, neyləyim? Bugün qara ağlamayım, neyləyim? Əvvəlli fəzin qollarını kəsdilər, mən sizə yaz saxlamayım, neyləyim? Neyləyim? Ya Muhammed, Fatimə aldı cigərdən bir yara. Ol münafiqlər sənə bir vəhd etmiş iqtida. De igidlər qadına əl qaldırarmı bi vəfa? Həm də qadın kim? Rəsulallah qızı xeyrun nisa. Heç rəvadi ağlaşa fəryad edə ali əba. Bir gecə yavri onu dəfn eylədi şiri Xuda. Qəbri də məlum deyil, gör bir gədalar neynədi? Düşmən əlbət düşmən idi, aşinalar neynədi? Əvvəl fəzin Allahümme salli ala Muhammedin ve ali Muhammed. Ahsenallahu azakum ve rahimallahu mevtakum. Allahümme gfir lil mu'minine vel mu'minat vel muslimine vel muslimat. El ahyai minhum vel amvat. İlâ ruhil merhumil mağfuril ma'lum. Salli ala Muhammed. Beni haktan yıkıp kaldır beni ya Hüseyin. Hüseyin deyip ağlamayım, neyleyim? Bugün kara ağlamayım, neyleyim? Əvvəlli fəzin Allahümme salli ala Muhammed. Allah rəhmət eləsin, Allah ruhunu şad eləsin, Allah ruhunu Həzreti Peyğəmbərdən və şəhidlərdən ayrı salmasın inşallah. Allah Teala bu ev sahibinə, əziz atamıza səbr inayət eləsin. Məmləkətimizdə, Respublikamızda şəhid olan cəmi şəhid ailələrinə Allah Teala səbr kəramət eləsin inşallah. Onlara Həzreti Peyğəmbər Əkrəm sallallahu aleyhi və aleyhi və səlləmdən və əhl-i beytdən ayrı salmasın inşallah. Allah rəhmət eləsin. Dərsən xəta, dərk qılmır yar üçün aşiq olan saxlar əza. Əudu billahi minəşşeytanirracim. Bismillahirrahmanirrahim. وَلِلَّهِ مُلْكُ السَّمَاوَاتِ وَالْأَرْضِ وَاللّٰهُ عَلَى كُلِّ شَيْءٍ قَدِيرٌ
إن في خلق السماوات والأرض واختلاف الليل والنهار لآيات لأولي الألباب الذين يذكرون الله قياما وقعودا وعلى جنوبهم ويتفكرون في خلق السماوات والأرض ربنا ما خلقت هذا باطلا سبحان ربك رب العزة عما يصفون وسلام على المرسلين والحمد لله رب العالمين اللهم صل على محمد وآل محمد آمين اللهم اغفر لجميع المؤمنين والمؤمنات والمسلمين والمسلمات بلغ اللهم ثوابه إلى روح نبيك محمد المصطفى صلى الله عليه وآله وسلم وعلي المرتضى وفاطمة الزهراء والحسن المجتبى والحسين الشهيد بأرض كربلاء وباقي أئمة الهدى صلوات الله عليهم أجمعين والتخصيص إلى روح المرحوم المغفور المعلوم الشهيد بحق محمد وآله وبحرمة السورة المباركة الفاتحة اللهم صل على محمد وآل محمد بسم الله الرحمن الرحيم الحمد لله رب العالمين الصلاة والسلام على رسول الله الأمين وعلى آله الطيبين الطاهرين المعصومين ولعنة الله على القوم الظالمين وأما بعد قال الله الحكيم في الكتاب المبين أعوذ بالله من الشيطان الرجيم فلا تحسبن الذين قتلوا في سبيل الله أمواتا بل أحياء صدق الله العلي العظيم. O insanlar ki Allah Tebarek ve Teala'nın müqəddəs bildiği amaclar, müqəddəs bildiği məqsədlər, Allah'ın insanlar üçün qorunması vacibi bildiği məqsədlər üçün canlarından isar edərlər, o yolda fədakarlıq göstərərlər. Allah Tebarek ve Teala o insanları öz dərgahında çox yüksək qiymətləndirir. Bəlkə peyğəmbərlərin haqqında demədiyi, övliyalar haqqında demədiyi bir sözü, bir məqamı onlara bağışlayıb və buyurur ki, heç vaxt Allah yolunda öldürülənləri öyle hesab eləməyin. Onlar diridirlər və Allah yanında ruzi yiyirlər. Bütün insanlar, yani bütün yaranmışlar, kullu nefsin zaiqatul mevt, herkes onsuz da ölme məhkumdur. İnsanlar bir gün mütləq öləcəklər. Necə bizdən qabaqçılar gəlib gediblər, onlar da eyni şəkildə, bizlər də onların kimin eyni şəkildə bu dünyaya vidalayacaq. Ama o ölüm ki insana şərəf verər, o ölüm ki insanları heç bir sorğu-sual olmadan Allah yanında əziz eləyər, o şəhadətdir. Bu ən fəxirli bir məqamdır. Digərlərinin canını qorumaq üçün öz canlarını fəda etmək, bu hər ürəyin, hər nəfsin edə biləcəyi bir bacarıdır. Tarixlər boyu biz oxumuşuq, görmüşük. İnsanlar canlarını qorumaq üçün bəhanələr axtarıblar, bəhanələr geziblər. Amma şəhidlər özlərinə əlavə, ailələrinə əlavə bütün ümmətin və yaşadığı torpağın, o torpaqların üzərində yaşayan bütün xalqların qorumaq üçün onlar canlarını fəda edirlər. Öz şirin canlarını, cavan canlarını fəda edirlər. Məhz bir dənə bu məqsədə ki, qoy vətən sağ olsun, qoy millət və millətin övladları, insanları azad və rahat yaşaya bilsinlər. Bu bir isardır, bu bir fədakarlıqdır. Bu elə bir məqamdır ki, insanların ruhunun qəbul edə biləcəyi bir şey deyil. Yəni, hər ruh bunu götürməz, qəbul etməz. Hər ruh bunu gücü çatmaz. Bu ruh
imamlara aiddir və peyğəmbərlərə aiddir. İmam Hüseyn əleyhissalam kimi bir şəxslər özlərini və canlarını bu yolda fəda ediblər. Onların həvadarları və onların məqamına mərifəti olan insanlar şəhadət məqamı ilə müjdələniblər. Siz Aşura məktəbini oxuyun və Aşuranın şuarını oxuyun, öyrənin, görün ki, şəhadət necə bir məqamdır və şəhadətin Allah yanında dəyəri nədir? Bu xalq, bu millət tarixlər boyu soyqırımlara, təcavüzlərə məruz qalıb. Hələ Azərbaycan tarixində Azərbaycanlı olaraq hər hansı bir torpağın işğalı görünməyib, oxunmayıb, bilinmir. Yəni, heç vaxt Azərbaycanlılar, Azərbaycan xalqı hər hansı bir ölkənin torpağına, onun dəyərlərinə göz dikməyib. Yalnız bu xalq özünü müdafiə etməyə çalışıb və qonşularla xoş münasibətdə olub. Sovetlər birliyi dövründə də Azərbaycan xalqı bunu bir dəfə sübut elədi ki, hətta qeyri-müsəlman olan xristiyan ölkələrlə belə Azərbaycan xalqı çox tolerant şəkildə həyatını sürdürdü. Bu gün də Azərbaycanda bu davam eləyir. Yəni Azərbaycan xalqı yenə də digər millətlərə bu niyyətlə baxır. Amma nə olsun ki, Azərbaycanın öz torpağı və öz xalqı, öz cəmaatı qıraqdan bu cür görünmür. Yəni o qarşılıqlı münasibət yoxdur. Amma tarix bizə göstərib və bizlər də o tarixi yaşatmaq üçün daim bu millətin, bu xalqın müdafiəsində qalxmalıyıq. Vətənin müdafiəsinə balacamızdan böyüyümüzə qədər əlinə silah tutan hər kəs hər an hazır olmalıdır ki, çünki biz Babəklərin, xətalərin övladıyıq. Bu torpaqlar heç vaxt təcavüzə məruz qalsa da heç vaxt işğal olunmayıb. İnşallah bundan sonra da işğallar davam etməz və torpaqlarımız inşallah elə bu cavanların, bu insanların köməyi ilə, əl birliyi ilə bütün xalqın həmrəyliyinə azad olar inşallah. Allahdan duamız budur ki, Allah təbarək və təala xalqımıza agahlı inayət eləsin inşallah. Və xalqımıza vətən torpaqlarını azad etmək gücü, qüdrəti və ruhiyyəsi bəxş eləsin. Allah şəhidimizə rəhmət eləsin. Biz onun ruhu ilə fəxr edirik, adı ilə fəxr edirik. Hətta biz ona qiftə edirik. Burada olan bütün cavanlar, o şəhidin atası, anası bunu bilsinlər ki, and olsun Allaha, burada olan hər kəs onun yerində olmaq istəyərdi. Bu məqama, bu şərəfə, bu ləyaqətə mənsub olmaq istəyərdi. Allah təbarək və təala bizləri də o məqamla şərəfləndirsin inşallah. Allah təbarək və təala bu ailəyə, bu insanlara, bu cəmaata səbr inayət eləsin. Bizləri də o yolun yolçularından qərar versin inşallah. Ələn nəbiyyinə valih və bil-fatihətü məəs-sələvat. Allahümmə səlli əla Muhammed və ali Muhammed. Allah rəhmət eləsin, Allah səbir versin, Allah bu kəntə, bu obaya, bütün müsəlmanlara, məmləkətimizə səbir versin bu müsibətə görə. Allah şəhidlərimizin ruhlarını daha da uca eləsin inşallah. Allah Teala'dan duamız budur ki, bu şəhidlərin qanının bahasına, qanının hörmətinə Allah tezliklə işğal altında olan cəmi müsəlman torpaqlarını, bizim də torpaqlarımızı azad eləsin inşallah. İnşallah bizim növbəti proqramımız şəhidin qəbrini ziyarət eləməkdir. Bizim bir dənə də proqramımız budur ki, əgər qəza sahibləri, şəhidin atası və ailəsi icazə versələr, biz bu şəhidin ilinə qədər onun şəkillərini, qardaşlar ki, Xaçmaz əhalisinə mümkün qədər, onlar ki, qəbul edərlər, onlara şəkillərini çıxartıb, çoxaltıb, paylaşın və bir ilinə qədər şəkillərini maşınlarda gəzdiririk. Fəxr kimi, bizim böyük baş ucalığımız kimi onun şəkillərini maşınlarımızda qabaq pəncərədə, yəni ki, qeyd edib, yəni gəzdirəcək inşallah. Allah rəhmət eləsin, Allah səbir versin. Gələn ayaqlarımız var olsun. Azərbaycan xalqı var olsun. Xaçmaz dindarlarını təmsil edirik. Oxuduğunuz Quranlar, qıldığınız namazlar Allah qəbul eləsin. Esselamu aleyküm ya ehləl qubur. Esselamu aleyküm ya ehlə la ilahe illallah. Min əhli la ilahe illallah.
يا أهل لا إله إلا الله بحق لا إله إلا الله كيف وجدتم قول لا إله إلا الله من لا إله إلا الله يا لا إله إلا الله بحق لا إله إلا الله اغفر لمن قال لا إله إلا الله واحشرنا في زمرة من قال لا إله إلا الله محمد رسول الله علي ولي الله بحق محمد وآله وبالفاتحة. اللهم صل على محمد وآل محمد. Seni sesliyor her aya, hamı bir pənah bənfəz, bize qanlı gözlerinden hele bir nigah bənfəz. Əbəl fəz, ağam, 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 ağam. Əbəl fəz, ağam, 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 ağam. Əbəl fəz, ağam, 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 ağam. O kesilmiş ellerinle, o kesilmiş ellerinle Hamiya himayetin var, yıkılanların tutarsa elini sefavetin var. Sen özün vezir-i şefsen, o kadar celaletin var. Kapı var senin cedadı. Sallallahu aleyhi ve alihi ve sellem والقرآن الحكيم إنك لمن المرسلين على صراط مستقيم. أبا الفاس الله 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 أبا الفاس الله 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 أبا الفاس الله الله الله. Hamina خوشو مریزه، همینا خوشو مریزه، یتشر şefaatuna، hami garzi dar garze، olunur eda adından، hamina ümidi şahse، görünür reca adından، o mukaddesada vardı. Acab الزجاه بالفاس، عجب الزجاه بالفاس، عجب الزجاه بالفاس. أبا الفاس أغام 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 أبا الفاس أغام 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 أبا الفاس أغام 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 İki kat olan elindi, iki kat olan elindi, sebebi necat-ı mahşer, iki alemin necati, sen ile olur müyesser, kerem-i Hudaya beste, ol bul kesilmiş eller, görünür o ellerinden, görünür o ellerinden. Allahümme salli ala Muhammed. Kerem ala Ebel Fes, kerem ala